Salam! Yeni il öncəsi sizin üçün çox ləzzətli və faydalı olacaq reseptimlə qarşınızdayım. Ona görə faydalıdır ki, burada bir növdə xəmirlə həm qəlyanaltı, həm də şirniyyat hazırlayacağım. Elə isə biz başladıq. Gördüyünüz kimi mən burada hazır yağlı qat-qat xəmirdən istifadə edirəm. Siz ev şəraitində hazırlanmış yağlı xəmirdən də istifadə edə bilərsiniz. Xəmiri nazik olacaq dərəcədə, yəni 2-3 milli qalınlıqda açıram və stəkanın ağzı ilə dairəvi formalarda kəsirəm. Və əlbəttə ki, xəmirin kənarlarını atmıram, qırağa qoyuram. Videonun sonunda bu hissələrdən kofenin yanında içə biləcəyiniz çox ləzzətli atışdırmalı hazırlayacağım. Ona görə də videonu sona qədər izləməyi unutmayın. Gördüyünüz kimi dairəvi formada kəsdiyim xəmirlərin baş hissəsindən birazcıq qatlayıram. Qatladığım hissəni yüngülcə basaraq xəmiri bir-birinə yapışdırıram və bıçağın tərs hissəsi ilə üzərlərinə uzunsov formada xətlər atıram. Bişirmək üçün soba listinə düzürəm. Üzərlərini də yumurtalayıb sobaya göndərirəm. Və bu arada biz içliyini hazırlamağa başlayırıq. İçlik üçün bizə xiyar turşusu, kraps çubuqları, qaynadılmış yumurta və konserve qarğıdalı lazımdır. Bütün ərzaqları xırda kub-kub formasında doğrayırıq. İçliyin olmazsa olmazı yaşıl soğanı söyləməyi unutmuşam. Siz mütləq əlavə etməyi unutmayın. Və gördüyünüz kimi doğradığım yaşıl soğanı mayonezin üzərinə əlavə edirəm. Sonda doğradığım bütün ərzaqları bir-biri ilə birləşdirərək qarışdırıb içliyi hazır vəziyyətə gətirirəm. Xatırladım ki, siz həm də bunu ayrıca bir salat kimi də hazırlayıb istifadə edə bilərsiniz. Gördüyünüz kimi mən içliyə duz istifadə etmədim. Turşu xiyar əlavə etdiyim üçün, həm də mayonezin tərkibində duz olduğu üçün heç duza əlavədən ehtiyac olmadı. Və budur, baxın, pambıq kimi yüngül, içi bulut kimi havalı rakuşkalarımız Azərbaycan dilində desək midye qabığa hazırdır. Ehmalca aralarını kəsib içinə içliyi doldururam. İçinin belə şan-şan olması mənə ekler pirojnasını xatırlatdı. Görün necə gözəldir. Xəmir o qədər kövrək, incə alınıb ki, aralarını kəsib içliyi doldurarkən ehtiyatlı olun ki, qapaqlar bir-birindən qopub aralanmasın. Bu qayda ilə bütün rakuşkaların içliyini doldurub süfrəyə servis üçün hazır vəziyyətə gətirirəm. Yeni süfrənizdə bu fərqli dad, fərqli görüntü əmin olun ki, ən çox bəyənilənlərdən olacaq. İndi isə keçirik yerdə qalan xəmirlərdən
Qalan xəmirləri belə kəsirəm, ovucumun içində yuvarlayaraq uzun sov forma verirəm. Hazırladığım bu çubuqları dadlandırmaq üçün kənarda şəkər tozu ilə tarçını qarışdırıram. Sonra bişirmək üçün soba listinə düzüb üzərlərinə yumurta çəkirəm. Ən sonda üzərlərinə şəkər tozlu qarışımı da səpib 200 dərəcəlik temperaturda 15 dəqiqəlik bişirmək üçün sobaya göndərirəm. Və budur, nəticə göz qarşısındadır. Çox asan, ləzzətli, praktik atışdırmalıqlar hazırdır. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Yeni videolarımda görüşənədək hələlik.